Salam Rafa. Salam nətərsən, nə var nə yox? Sağ ol, nətərdir vəziyyət? Bir də qoyun malotlara nətər olacaq, pis. Yaxşı edirsən. Rafa, Ha, Rafa, bu aprel-may ayı gəlir də, bu cəmaət hə. yoxsul ayları da. Cəmaət Hər şeyin üzülən vaxtıdır. Bəli. Nə yesin, nə içsin bu Mən cəmaət? 10 çəmin bilirəm. Buyur, eşidirəm. Mən 10 dənə qaz yumurtasını yığmışam evə. Aha. Səhər ikisini qaynadıb yeyirəm. Gün orta birini, axşam birini. 80-la gəlib 80-la qayıdıram. Yəni onlar yesələr, Hə, odur. Bir də bilsən nədir? Ən çox qoyunun, çox adam quzu kəsir, heyvan kəsir. Nə bilim gedir bazardan ət alır. Ən güclü qida bilsən nədir? Şor. Qatıq, qıcqırmış şor var. Axşamdan qoysan onu şöyle şaxtanın qabağına. Səhərə kimi şor donur. Səhər qoysan peçin qırağına qızışır. İsti təndir əppəylə bir boş şkaf yeysən adamın elə bir ki, başına bir vedrə buz kimi su tökürlər. hava, yəni onlar məsələsi. Bəli, istəyirsən 100 il yaşayasan 100 ildə. Ömrün uzun olsun, Allah şor ye, qatıq ye, göy soğan ye. Mən sahədə qıжıdır, mıжıdır, girkandır, börkkandır. Qabağıma nə çıxıramsın yeyirəm. Hava, təzyiqin dərmanı nədir? Təzyiqin dərmanı xəncəldir, xaçdır. Ondan sonra onlar təzyiqi düşürür. Sarımsaqsız. Sarımsaqsız, hə, sarımsaq. Bir də bilsən nədir? İsti qaynar soğuzdur. Təzyiqin dərmanı bilsən nədir? Təzyiq görsün düşürür. Başını bax belə betona sürsən qalxır. Onunla da gedir. Onunla da gedir. Mənim təzyiqim bir dəfə 280-də qalmışdı işte. Əlimi tutdum 10 minutda 7 din olar. Yəni Rafael, onlar eləsələr Oldu qardaş, heç nə. yaxşı, İnşallah öpürəm. yaxşı olur. Sağ ol.